Salam əziz şagirdlər, sualın izahına baxaq. Tənliklər sisteminin yeganə həlli olarsa, x kvadrat üstəgəl y cəmini tapın. Həmin ifadədə birinci tənliyi y bərabərdir a üstəgəl x əvəzləməsini aparıb, x-i sağ tərəfə gətirsəm a üstəgəl x olar. Əvəzləməni ikinci tənlikdə y-in yerinə yazırıq. X vurulsun, a üstəgəl x çıxılsın, 1 üstəgəl a bərabərdir 0. X-i x-a vursaq, x kvadratı, x-i a-ya vuranda x a üstəgəl a çıxılsın 1 bərabərdir 0. Kvadrat tənlik alındı. Kvadrat tənlikdə yeganə həllin olması üçün diskriminant bərabərdir 0 olmalıdır. Diskriminantın düsturunu yazaq. B kvadratı çıxılsın 4ac bərabərdir 0. B x-in əmsalıdır. X-in əmsalı a-dır. Yazaq a kvadratı çıxılsın 4 vurulsun. A isə x kvadratı əmsalıdır 1-dir. Üstəgəl c sərbəst a çıxılsın 1-dir. Burada vurma. Vurulsun. A çıxılsın 1 bərabərdir 0. A kvadratı çıxılsın 4a. Mənfi 4'ü mənfi 1'e vursam üstəgəl 4 bərabərdir 0. Bu ifadeyi müxtəsər vurma düsturunu tətbiq etsək, a çıxılsın 2'nin kvadratı bərabərdir 0 olar. İfadenin də 0'a bərabər olması üçün a çıxılsın 2 bərabərdir 0 tənliyini həll edirik. A bərabərdir 2. Tənlikdə a'nın yerinə verilen kvadrat tənlikdə a'nın yerine 2 qoyaq, x'i tapaq. X kvadratın üstəgəl 2a üstəgəl 2'den de 1 çıxsam olacaq 1 bərabərdir 0. Yenə müxtəsər vurma düsturu alındı. Müxtəsər burada x'dir. 2x a'nın yerine 2 yazmışıqsa x olduğu kimi qalacaqdır. İfadenin yerine x üstəgəl 1'in mötərizə kvadratı bərabərdir 0 yazarıq. X bərabər olacaq mənfi 1. X'in de qiyməti tapandan sonra y bərabərdir a üstəgəl x ifadəsində y bərabərdir a üstəgəl x ifadəsində a və x'in qiymətini yerinə yazsaq y tapmış olarıq. A 2'dir, x isə mənfi 1'e bərabərdir. 2 ilə mənfi 1'in cəmi isə müsbət 1 olacaq. X kvadrat üstəgəl y soruşurlar. X'in kvadratı. X'in kvadratı x mənfi 1 idi. Mənfi 1'in kvadratı üstəgəl y isə 1'e bərabərdir. Mənfi 1'in kvadratı 1 üstəgəl 1. 1 ilə 1'in cəmi cavab olacaq 2.